Bu da mənim kimi. Ay Nərmin yadından çıxıb dərsdən götürmədim bunu. Ver, Sən qardaş. ver, mən bilirəm. Alo, mənəm Rəsuldur. Sabir gələn bir qadına oteldə ilə qızlarla gəldik ki, ilə qızlarla gəldik ki, biraz dinlədik. Səhər çıxacaq biz, üzüldü say gələn 2 dənə qəşəng qızdır. Yekə oğlansın mərifətin azaldı. Böyle elə bir söndürdü telefonu. Sənin başıma gələn mənim başıma gəldi. Ne oldu? Gülen Zəhruçi də məni götür işlər. Ver. Sən zan bir dənə mənim bu Palajeniyadan çıxar sənə bir dənə say. Aydan Cüneyt. Sabit əsəbət geliyordu. Açan da ne ayrılmağa biz birbirimizden ayrılansınız. Resul Aygün'den 5 ay danışır eyni bəhanələr her de ayrılmıyorlar. İkiniz de danışırsa Aygün'den sen mehribanlaşır. Keşeyle her gün. Alo. Hadi boy ver. Demək, da bunların başını bırak. Raşol, bir. Deyən. Şimdi Famil məni öldürdü. Ona nə qədər pul 4 min. 4 min manat oradan. Sən can qardaşımsan denən yoxdur. Ay, yox, mən fırladım. Bir şey denəndə xahiş edirəm. Mən Mən özü başım qala belə bir dənə. Ay, Haycan Famil. Sabir deyir ki, yoxdur, vermirəm. Deyir ki, öldü. Hə, deyir yoxdur. Deyir dağarasam. Özdə söyür səni, özdə pis yerdən söyür, deyir verməyəcəm. Deyir lap elə, hə. Burdadır, ala. Bunların hamısı. Deyən görüm, rayondan babam yığır, deyən gör. Aycan baba! Sağ ol, yaxşıyam, sən nə deyirsən? Yox, qışqırmıram, prost şeydir. Hə, gələcəm bu yaxınlarda, yolum düşən kimi gələcəm. Rəsul da yaxşıdır, hə, salam deyir o da. Deyir, niyə gəlm eləmir? Gələcək, deyir, gələcəm bu yaxınlarda, o da gələcək. Deyir, maşını satırdı, nə oldu, satası oldu? Deyir, yo baba, deyir, hələ düzətmişəm, sürürəm də belə. Satsadı nə tərdir? Yaxşıdır baba, deyir, yaxşıdır o da. Atasının vəzifəsi deyir, yerindədir. Hə, yaxşıdır, hər şey qaydasındadır. Hə, deyir, rəhmətli nənəsinə tərdir. Baba, ona sual. Baba, mən yığmışsan, ancaq Rəsul soruşsan, bu nə deməkdir? Yığ Rəsuldan, məzələnməyə ağda baxdarsan, yığ onunla danış da. Ay, sən hər yerdən blok eləyəcəm, nədir? Sən nətər 74 yaşında ağsaq qalsan, blok eləyəcəm, nədir? WhatsApp vaxtımı bağlamamışam, sənə nə var bundan qardaş? Mən belə şey görməmişəm. Qarşıdan qardaşımın adı. Təbrik. Nə alasan? Sənə bir dənə daş, zinət əşyası. Öpürəm. Deməli, yaxşı yadıma düşdü Rəsul. Mən keçən dəfə qızlarla oturanda hesabımı çatmadı. Niyə gəlib mənə kömək eləmədin? Niyə gəlmədim? Bəli. Düzdürmü? Mən ora gəlsəydim, şotu versəydim, sən olasıydın arxayın. Səhərsi gün yenə qızla oturanda Zəhrosinci qaraca şotu verirəm ha. Mən amma gəlmədim, sən getdin, işlədin, halal zəhmətlə pul qazandın. İndi ürəyin istədin restorana girirsən. Bəli, mənə xeyir elədin. Bəs yaxşı, mən Nizami Tosun yanında 3 nəfər qəşəng döyürdü. Restorandan çıxanda. Sən çağırdın, bəli, niyə gəlmədin? Niyə gəlmədim? Çox gözəl sualdır. Mən ora gəlsəydim, yenə dediyim kimi, sən yenə arxayın olasıydın. Səhərsi gün yenə söhbət olanda Zəhrosinci qaraca məni döyləcə, məni aidiyyətdə bunlar başlasa, ona görə gəlmədim. Sən getdin, yazıldın idmana, oldun idmançı. Bəli, bu da mən xeyir. Bəs yaxşı, dünən mən qızlarla görüşəndə 2 qız idi. Dedim qızın biri bekardır. Rəsul gəldi. Niyə gəldin? Niyə gəldim? Bəli. Çox gözəl sual. Sual ver, niyə gəldin? Niyə gəldin? Yo, elə yo, deyirlər Rəsul, niyə gəldin? Rəsul niyə gəldin? Uzatma. Ay sol, çünki sən artıq işləyirdin, həm də idmançıydın. Necə gəlməməyə ehtiyac yox idi qaqa. Yəni çox maşinlik adamsan. Hava konkresi yoxdur, dondu öldük. Nə oldu, sən niyə sifət edirsən ki? Sifət zad eləmirəm mən sənə. Bu sən hələ sifət eləməmiş vəziyyətindəyik. Sən yazdıqlarına fikir versən, mənim vəziyyətim yaxşı olar. Nə yazmışam ki, başa düşmədim. Axırıncı yazdığım deyirəm. Ay yazdın ki, gələndə salfet qal, mən də yazdım yaxşı, nə yazmalıyam? Canı azar, nə yazmalısan? Yazmasan yaxşı həyatım. Sən yazdanda yazdın həyatım, sən yazdın ki, gələndə salfet qal. Mən də yazdım yaxşı, sən də həyatım yaz. Sən oğlansan, sən yazmalısan. Hə, mən oğlanam da, mən bütün günü yazmalıyam. Biz işimiz gücümüz yoxdur, biz Özü səndən artıq dəncədə xahiş edirəm. Yaxşı oldu, ok, tamam sözlərini bir də mənə yazma. Onda indən sonra mən sənə danışmayaq, tamam da, ağzımız açmayaq da. Mən sənə sözümü dedim. Oy sən məni dəli eləyəsən, bizim işimiz gücümüz yoxdur, ancaq elə yazma. Hə, deməli mən uje səni dəli eləyirəm də, day nə deyirəm, heç yazmırsan yazma da, susaram indən sonra susaram. Yaxşı. Yaxşı yox, yaxşı canım. Sənin canına. Nə etdin ha? Deyirəm sənin canına qurban. Elə deyil. Rasiya başqadır, Evqar, başqadır. Mənə baxa, getdin orada nə öyrəndin? O, görüşüm quduşu. Sən bilirsən ki, yastıq sözün mənası. Yastıq? Yox. Görsən bilmirsən, yastıq yəni mən sıdıqam. Rus dilində örgən də yastıq, mən sıdıqam. Danış görüm, şəhərləri nətərdir oranın? Şəhərlər deyil, Moskva var da, çox təmizkar şəhərdir, qardaşım, sən tər. Orada hətta kişilərin də süpürgəsi var. Dolu da süpürgə şəhərdə. Süpürgə nə başımı? Süpürgə deyirlər tez-tez özü. Aç, ay ambar, süpürgə yox, supruga. Olsun süpürgə, yəni belə amma təmizkar şəhərdir. Yaman öyrənmisən, rəstimsən. Niyə öyrənməmişəm, nəysə zaniyək. Nə, zani? Zaniyədən yəni boş ver. Öyrən nala. Şümbələk, zabey. Zabey. Öpürəm. Görüşərik də. Ha, nə vaxt görüşək? Sırda. Nə? Sırda. Sırda. Sırda, örgən də bu Rustilin. Kedi Frasiya, gör bu bombadır.
Buna bax, gündən ayrılmışam axı. Hə. İndi mənə yenə söz sorur. Yazdığım Məsələn, start nə yazır? Hə. Yazır ki, hava soyuq olsa da torpağın iyi adam məst edir. Bu Görsən, nədə? Bu mən- sənə dəxil var ki. Bax, rəpə qulaq olmuşsan da. Rəpə hə. Əvvəl post var idi. Hə 2005-2006. Ay sağ ol. O mənası nə idi? Hava, ot, su, torpaq. Hə, bu statusda nələr var? Hava ilə torpaq. Torpaq var, Nə hə. qaldı? Su ilə ot. Ay sağ ol. Hə. Suyla od deyəndə ağlına nə gəlir? Su ilə ot deyəndə ağlıma yanğın söndürən. Yanğın söndürən gəlir. Ay sağ ol. Hə. Yanğın söndürəni biz nə vaxt çağırırıq? Hardasa pajar yanğın olanda. Hə, Allah eləməsin yanğın olanda. Bu nə deməli? Yəni bu o deyir ki, sabit yanıram, ürəyim yanır sənsiz. Gəl məni söndür. Sən nə poya? Hə, bunlar siyasətdir, asan şeylərdir. Get buna bax. Götür qoy. Ayda, bezdim la bu qızda. Ayrılacam da mən bundan. Ayrıl da uzaq. Ayrılacam, gedir harda dəh-dəh ilə gülür-gülsün. Mənlik deyil. Gülür mənim halıma. Bundan ötürü Ayrılın bundan. Ayrıl Bir getsin. səni. Amma Qorxam. əsəblərini pozma. Al qorxam sonra peşman olaram. Ana nədən peş bu qardaş görüb sənə də peş mi olur? Bağlanaram da birdən. Ana hep bak darıxmaqdan qorxuram. Hə. Mən qoymayacam darıxma. Bütün günü səninlə. Gəl sənə öpüm Davay. alınlar. Da yazıram. Yaz, Gecə yaz. xeyrə. Sağ ol. Nidalar da bas. Bir də məni axtarma. Blok deyil, vəsə. 3 dənə nida bəsdir. 5 dənə. 5 dənə. Davay. Qəşəng. Sən məni kəs. Aksiyon. Davay. Ayrıldım. Axşamlar. Axşam Ha deyil. partiyam axşamlar. Akşam içirik. Ha. Qəşək gəl yan. Ha. Nura gilə də Ha. götürür. Ses düş götürəcəm səni. 1 saatdan sonra. Sabir hardasan da 1 saat keçdi, gedək. Qardaşımsan üzrü bir sayda qıza söz vermişəm yadımdan çıxıb. Gözlə mən 1 saata 2 saata səni yığacam. Telefonum sönür amma. Dost dosta tən gərək sən mənimlə tən oldun. Yenə də axırda mənə qalan sən oldun. Qardaşım sən can gecikmə, yaxşı. Saat 6-da restorandayıq, banket. Mən nə vaxt gecikmişəm? Mən narahat olma, dosi. Nə? Dosi. Qardaşım, özün bilsən ki, sənin danışdığın qızın faturasına çox xoşum gəlir. Onu mədzəl, sənə bir dənə yeyib içmək, bir dənə də qəlyan. Yaxşı, kankam mənim, yaxşı. Nə yeyib? Kanka. Oyda. Saat neçədir? Saat 11-də olmalıyıq yasamanda. Tamam. Nə? Tamam. Özdə yaxşı yazma, düşdə rəsul. Mənim axırın şəkillərimi niyə telefonla silmirsən? Amma əlim dəydi lan sən. Olmasın da belə. Pardon. Nə? Pardon da bağışla. Nə oldu? Salam əziz izləyicilər. Bürcümək verilişinə xoş gəlmisiniz. Bu verilişdə bildiyiniz kimi adından da bəlli olaraq bürclərdən danışacağıq. İlk mövzumuz balıqlar. Balıqlar həssas, sakit, özlərinə qapanıq olurlar. Onlar kin tuta bilmirlər. Çox xeyirxah bir qəlbləri var. Balıqlar çox unutqan olurlar. Və bu cür havalarda balıqlar narşaraf və soğan ilə zor gedirlər. Gedək basaq bunu da tıxovkaya. Balıqlar, özümüzdən müğayət olma. Əsim özümüzdür. Diqqətli olun. Ay yaxşı yadıma düşdü. Maşını üstə aparmışdım. Nə oldu? Hə? Nə deyirsən bir adam kimi də görür. Danış görək o qızın haqqında oldu. Mənə danış. Ay o kızla gittim diyor. Təsəvvür et, içində parkda biraz yedi içdi. Oradan çıxdı, getdi başında oturdu. Sonra çıxdı. Ya birinci boş danışdın. Deyirəm çıxdı şeydən, restorandan. Dediği başda çıxdı, getdi Nərman Park bir tane biraz fırlandı. Orada restoran qardaşı da. Adam da başa düşmürəm axı sənin. Deyirəm ki, qaqa, axşama nə planlaşdırırsan? Çibətçi bir ton çəkici bir qızdan. Demək saçları belə, nə bilim, kebabı qoyuruq dümbüş. Bu nədir? Nətə belə göstərdi, nətə göstərim? Başqa bir yolu yoxdur. Bunu göstərməm. Nəsə, mən danış görüm söhbətin axırı nə oldu? Qaqa, orada heç bir söhbət olanmaz. Niyə?
Şəhərdə. Bir adam. Nədən deyirəm lan? Deyirəm də, bir adam. Sənin Ne oldu Sabir? Niye kanın kararıyor? nə olacaq qaqa? Dünən qızla ayrılmışam. Bütün əsəblərim pozuldu. Telefonu da vurdum divara. Canın sağ olsun güzel. Düzəlmir də qaqa, 4 il bir yerdəyik. 4 il az vaxt verir. Bax, yaxşı günümdə, pis günümdə, hamısında yanımda ol. Bir yatmışıq, bir durmuşuq. Bir qəpiyim olmurdu mənim, amma yenə o mənim yanımda oldu. Bir İstəyirsən mərabızı düzəldərəm, danışaram qızım. hansı qızla? Öyle küstüyüm də. Nə qız yerdi? Deyirəm telefonum xarab olub, 4 il dişlərim var. Saat sən. Ay, nə 3 saat? Qız bax, dışarı. Telefon 5 saat ilə düşəcək, xərcim var. Ürəyim, sözün düzünü demək istəyirəm, amma xahiş edirəm, əsəbləşmə. Mən pulları düzəldə bilmədim, deyənə biz gedə bilməyəcəyik. Bravo, bravo. Day mənimsə heç bir sözüm yoxdur. Mən sənə nə deyə bilərəm? Məndən sorsa heç bir dənə də sözüm yoxdur. Sən elə öz işindəsən, öz kefindəsən. Mənim sənə bir dənə də sözüm yoxdur. Sən gəz, kef elə şeylər, amma mənə gələndə heç nə eləmə. Sənə bir dənə sözüm yoxdur. Mən sənə heç nə demirəm. Axırıncı sözüm idi. Mənim sənə day başqa bir dənə də sözüm yoxdur. Onsuz da mən kiməm ki, mənim vecini alasan? Hara öldürürsən özünü? Sözümü qurtarmadım. Mənim sənə bir dənə də sözüm yoxdur. Balam de görüm mənim adım telefonda nə qoymusan. Sənin adını De görüm de. öz adını yazmışam da, Aynur yazmışam da, babam nə yazım? Po, çuval uça bağı. Yaxşı, qoy bu dəfə girim, ürəyim yazıram, yaxşı? Yox, ürəyimdədir, çox şiddə o. Bəs nə yazım, Kreativ bir şey yaz da balam. Məsəl üçün mən yazmışam çiyələkli cheesecake. Çox sağ ol, çox hörmətin artıq olsun, çox sağ ol. Ona görə də sən də maraqlı kreativ bir şey tap, tez ol. Kreativ, dəqiq tapacağım, kreativ. Ya sənin adın qoyaq, mışdıq. Xəsti sən o nədir? Şey də, bu qalyana taxımda, xoş deyirəm də, onun kreativ həm də yadıma düşür tez-tez. İndi eşək olmadan cəməli bir şey tap. Yaxşı, gözləm. Onda mən də sən yemək adı qoyum da. Hə. Düşbərəm. Necəsən? Nəysə, getdim mən, sən adam deyilsən. Nəyi pistara gedirsən, nəyi pisdir? Yaxşı, onda qatillət. Necədir? Belə gedərsən. Nə olub ya, uf, 5 saat oturmuşsan, uf, nə məsələdir? O tanış elədiyin qız var idi. Lapapə, Ay sağ ol. nə olub ona? Mənlə paralel Rəsulla danışır. Yaxşı deyil, nə oldu baxır, nə elədin? Heç. Onun elədiyi hərəkət, sən də mən, deyə bilərəm də sözümü. Qutarıb da hər şey. Tabii. Ona ruslar yaxşı söz deyir, bax elə qıza. O 2 nəfərlə danışırsa, o konkret prostitutkadır. Nə? Prostitutka. Ha. Düz deyirsən. Ya, düz demən, düz demən. Düz idi. Ya, prostitutka. Ha. Yoxsa yox, deyən tutuşduracağam. Yox, düz deyirsən də. Prostitutka. Düzdür? Bax bu dəfə düz dedin. Bax bu dəfə. Deyirəm də onlar yaxşı ad qoyub ona. O düzgün hər şey eləmir. Bizdə pislik yox deyərdim. Axşam nə edək? Ay yaxşı olmasa oldu. Nə futbola gedəsiz yaxşam. Deyən görüm. Kimlə? Deyən. Ay nə varsan qaqa? Sağlıq. Axşam 9-da oynayırıq da yeyib içməkdən. Bu gün acmışam ha mən. Ay nətər gəlmir. Məzələn sənə. İndi soxa-soxlardan tapaq adamı. Tapdım. Adın deyim yazsan. Yaz. Şey. Deyirəm. İndi yaz götürdün yazsan. Nə? Adım yadımdan çıxmır. 8 ildir hər cür ad deyirəm sən, ona görə adım yadımdan. Adın nə? Baba nətər yadımdan çıxır? 8 ildir sən adını de birinci hələ. Vüqar yaz danışarıq, Vüqar. Nə qarım? Bax 8 ildir bir yerdəyik. Sağ qaqa demişəm. İt burnu demişəm. Kalakolçik demişəm, adını deməmişəm. Da indi mənim günahımdır öyle. Sən mənim adımı deyirsən. Sən adam olmayasan qardaş. Nətər yanından çıxardım Nə dedi? Bura gəl. Kardeşim bak ben artık 6 senedir Azerbaycan'da yaşıyorum. Ben buraya ölçeşmişim. Gözəl yerdə Müthiş Azərbaycan. bir yer Azerbaycan. Ben Bəli. Türkiye'de yaşarken çok sıkıntılarım oldu. Onun için kendimi defalarca zorladım. Nağardın kəndini? Zorladım kendimi. Nətər ya? Hamını eləmi? Herkes bana kim karşı geldiyse ben onun Böyük, için... kiçik, qadın, kişi. Evet kendimi zorladım ben onun için. Manyaksan sana ki adam öz yaşadığı yeri zorlayır. Manyak sen beni anlamıyorsun galiba. Mən yaxşı anlayıram sən indi mənim sıxıntım var deyəcəm kəndimi Tabii zorlayım. ki de senin sıkıntın varsa sen kendini Ay zorlamalısın. onların ne günahı var ki? Tek çıkış yolu bu. Faşistsən sən. Faşist ne abi ya? Ay cəmaatı zorlamaqdır sən nə danışırsan? Şu uşağı zad eləməli dedim. Evet kendini zorla. Ay sen pedofilsən lan ki. Sen beni yanlış anladın kardeşim. Ben- Kendimi zorlamak o değil. Yani özümü zorladım. Özünü də bu iğrəndim hə.
sen Ay beni... sen beni anlamıyorsun. Ay sen cinayet işi düşürüyor. Ne cinayet, sen nasıl bir adamsın? Aile başa düşmürsen beni sen. Kardeşimsen özün kulak astın, özün bak kişi kimi yanımdaydın da. İndi kim düz dedi, mən yoxsa o. Baxır da, baxır. Hə nəyə bax Refuqar, mən sənə burada söz baş salladım. Bax. Xəstəsən sən? Yox, yox, prosta fəsil dəyişir deyəndə məndə allergiya. Məzələn baba, mən tez xəstəlik keçirəm. Əgər xəstəsənsə dərmanımız adımı indən alım, içim qoy keçməz. Rahat olma da deyirəm allergiya. Dəqiq. 100%. Heç bir şey. Yox Refuqar, mən bunun axırına çıxacağam. Mən dirəşməliyəm qardaşım. Sən mənə bir dənə bax bu allergiyaya oxşamır ha Vüqar. Ay yox da sən Çox deyirəm xoş gəlmə. allergiyadır. Allergiya. Dəqiq olsun Vüqar, mən tez xəstələnirəm. Yəni qardaşım, bax bu indi sabaha zada bunu yekunlaşdıraq. Maşallah, mücəcir ağzıma da, ağzım, burnum zadı düşdü üstümə. O elə sifət alıb askıracaqsan, sən elə askırma bir də. Vüqar, niyə axı demədin mənə xəstələndiyini? Niyə axı belə şeyləri məndən gizlədirsən? Burada nə var ki? Mən bunun acığını səndən çox pis sıxacam Vüqar. Çox pis əclaf. Sür, tez ol, sür. Ha, sürün, Allah yerdən pul tapmışam 1500 manat kaçlıyor. Adam kim danışsa gizləyirsən. Allah yerdən pul tapmışam da 1500 manat. Gedək Rəsul, xəstəyə. Rəsul nə xəstələnmə? Kimsə haqqına girmək lazım. Allah da haqqa dövlət vaxtı. Rəsul qulaq as. Ha, gedib borçlarımızı. Qulaq as Rəsul. Mənim də bir dəfə başıma belə bir hadisə gəldi. Allah nə başına. Kaşlıq tapmışdım yerdən, 200 manat içində pul vardı. Amma mən onu xərcləyə bilmədim. Niyə? Çünki orada kiminsə haqqı var. Biz ondan xeyir tapmayacağıq. Amma bu səfər onu xərcləməliyik Rəsul. Bu səfər bu gecə dağıtmalıyıq. Baxın ey insanlar. Kimsə kiminsə haqqını tapdalasa, bir gün bunun bəlası mütləq görəcəkdir. Allah vapşə getdi. Neçə vaxtı mən bəzi mövzulara toxunmuram. Bunlar ağın çıxardıblar. Bunlar hədlərini keçiblər. Bir mövzu haqqında danışmaq istəyirəm. Bu arada görürük də indi bu Instagramda, WhatsAppda bir hekayədə bir şey paylaşırıq. Nə bilim şəkildir, videodur, mahnıdır. Demək olar ki, bəzi dostlarımız imkan vermir də bizə bir şey paylaşmaq. Paylaşan kim deyir o mahnının adı nədir? O videonu mənə göndər, o şəkili mənə göndər. No life in the world. Yəni yaşamağa qoymur da bu adam. Bu Dollander proqramını yüklə, özün öz hərəkətini elə də. Konkret sən bizim də hövsələmizi daraldırsan, adam bir mərfəti olar, qanacaq olar, vicdanı olar. Sənin burnunu yiyim əmə, bəs də belə şeylər minaq. Bu üçlüyün proqramı özünüz hərəkətinizi eləyin də. Konkret ingilislər demiş, face to face. Burada nə var ki? Balaca boy qızların uzun boy sevgilisi olanda belə şeylərlə tez-tez rastlaşırıq. Məsələn, balaca boy qız selfie çəkmək istəyəndə ona biraz çətin olur. Çünki oğlan ya görsənmir, ya əyilməlidir. Amma ən yaxşısı gələk oğlan özü götürüb selfie eləsin. Məsəl üçün, balaca boy qızlar alış-verişə çıxanda sevgilisindən bir yerdə uşaq mağazasına da girə bilər. Çünki oradakı paltarlar onun əyninə olacaqdır. Sonra balaca boy qızlar sevgililərlə uzaqlaşanda onların ürək döyüntüsünü rahat hiss edə bilərlər. Çünki onların başları buradan o tərəfə keçir. Bunların başı burada qalır. Məsəl üçün, eyni istiqamətə rahat baxa bilərlər. Yəni, o qızın başı onu manisliyi törətmir. Çünki balaca boydur. Yəni, oğlanlara da məsləhətim odur ki, balaca boy qızlarla sevgili olanda diqqətli olun. Əzib tapdalamayın, ayağınızın altında qalıb eləyər. Yəni, ətrafınıza yaxşı baxın, onu diqqətli olun. Onları göz bəbəyiniz kimi qoruyun, itib batırlar sonra.
Deyəsən gəlmədilər. Ünvan dəqiq buraydı. Ha, Bəs niyə yoxdular? qorxu var ya. Sənə saat neçə demişdilər? 6 Səhər 6 yoxsa axşam 6? axşam. Onda səhər burada nə?